Salam, kanalıma xoş gəlmisiniz. Coğrafiya tim test toplusu xəritə və qlobus mövzusuna qaldığımız yerdən davam edirik. 21-ci suala baxırıq. Fiziki xəritədə 39 dərəcə və 41 dərəcə şimal enlikləri arasındakı məsafə 44,4 sm-dir. Bu xəritənin xətti miqyasını müəyyən edin. Həmin bu dərəcələr eyni yarımkürədə yerləşdiyinə görə biz əvvəlcə çıxırıq onları, həqiqi məsafəni tapırıq. 41 dərəcə çıxılsın 39 dərəcə bərabərdir 2 dərəcə. 1 dərəcənin də qiyməti 111 kilometr olduğu üçün 2 dərəcəni də vurarıq 111-ə. Biz həqiqi uzunluğu taparıq, həqiqi məsafəni taparıq. 222 kilometr. İndi bizdən miqyası soruşur. Miqyas da bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. O da bərabərdir 5 kilometr. Deməli, cavabımız 5 kilometr olacaq. Variantlara baxarıq. Y uyğundur. Kilometrlə ifadə olunub 5. Y. 21-ci cavabı Y variantıdır. Keçirik 22-ci suala. Horizontallarla verilmiş relyef formasını və kəsmə yüksəkliyini müəyyən edin. Biz baxırıq ki, kəsmə rəqəm kənara doğru getdikcə artıb. Deməli, bu nədir? Çökəklikdir. Çünki daxildən kənara doğru artma varsa, bu mütləq çökəklikdir. Baxırıq variantlara, bir dənə ilə çökəklik var, o da B variantıdır. 5 metr kəsmə yüksəkliyi yoxlayaq görək, düzdürmü? 27-dən böyük 5-ə qalıqsız bölünən ilk ədəd 30-dur. Bura olacaq 30, bura olacaq 35, bura olacaq 40, bu da düzdür. Yəni 5 metr həqiqətən kəsmə yüksəkliyimizdir. Cavab B variantıdır. 23-cü suala baxırıq. Kartoqrafik terminlərə aiddir. Bu, yəni xəritədəki terminləri soruşur. Bir miqyas, bəli, xəritədə istifadə olunur. 2 dərəcə toru həmçinin xəritədə istifadə olunur. Kompas, xeyir, kartoqrafik termin deyil. Nisbi hündürlük, xeyir. Təhriflər, bəli, xəritələrdə olur. Yəni 1, 2 və 5 doğru cavabımızdır. Nivellərdə aid deyil təbii ki, kartoqrafik terminlərə. Ona görə 23-cü cavabı da Y variantı olacaq. Bu səfər əksisini soruşur. Kartoqrafik terminlərə aid deyil. Miqyas aid idi, dərəcə toru aid idi, terras aid deyil. Terras relyef formasıdır, pilləvari relyef formasıdır, aid deyil, yəni terminlərə. 3. Qonamon cəhətləri təyin etmək üçün istifadə olunur. Bu da aid deyil. Exolot dərinliyi ölçmək üçün okeanların dərinliyini ölçmək üçün istifadə olunan alətdir. O da yəni kartoqrafik terminlərə aid deyil. Deməli 3, 4 və 6. Proyeksiya da kartoqrafik terminlərə aiddir. 3, 4, 6 cavab C variantı. 25-ci suala baxırıq. Azərbaycanın 1 bölünsün 500 min miqyaslı oroqrafik xəritəsinin miqyasına və məzmununa görə hansı xəritə tipinə aid olduğunu müəyyən edin. Biz nə demişdik? Demişdik 1 bölünsün 200 mindən 1 bölünsün 1 milyona qədər olan xəritələr orta miqyaslı xəritələrdir. Ona görə bu 1 bölünsün 500 min olduğu üçün orta miqyaslı olacaq. Oroqrafik olduğu üçün, yəni bir məzmundan bəhs edir. Ona görə də nə deyəcək? Bu tematik xəritədir. 25-ci cavabı D variantıdır. Yalnız bir mövzu təsvir olunduğu üçün biz onu tematik xəritələr qrupuna aid edirik. 25-ci cavabı D variantı. 26-cı suala baxırıq. Azərbaycanın 1 bölünsün 600 min miqyaslı iqlim tipləri xəritəsində miqyasına və məzmununa görə hansı tipə aid olduğunu müəyyən edin. Yenə 1 bölünsün 600 min orta miqyaslıdır. İqlim də yenə bir mövzu təsvir olunduğu üçün bu da tematik xəritələr qrupuna aid olacaq. 26-cı cavabı Y variantı orta miqyaslı xəritədir, tematik xəritədir. 27-ci suala baxırıq. 90 dərəcə şərq uzunluğundan qərbə doğru ekvator boyu 3330 km hərəkət edən tədqiqatçı hansı meridian üzərində dayanır? Gəlin bunu çəkək. Deməli, biz 90 dərəcə şərq uzunluğundayıq. 90 dərəcə şərq uzunluğu. Deməli, qərbə doğru hərəkətə başlamışıq. Qərbə doğru. Ekvator boyu. Burada 0 dərəcə ekvator. 3330 kilometr hərəkət edib. 3330 kilometr. Hansı meridian üzərində dayanıb?
Bunu soruşur. Bu hansı meridiandır? Sual işarəsi. Biz bilirik ki, 1 dərəcənin qiyməti 111-dir. Dərəcəni tapmaq üçün 3330-u 3330-u bölərik 111-ə. Taparıq ki, neçə dərəcə gedib. O da olacaq 30 dərəcə. 90 dərəcədən 30 dərəcə gedib irəli. Biz qərbə doğru getdiyimiz üçün təbii ki, çıxacaq. Niyə? Çünki qərbə doğru getdikcə dərəcə azalacaq. 90 dərəcə çıxılsın, 30 dərəcə, o da bərabərdir 60 dərəcə. Bura olacaq 60 dərəcə şərq uzunluğu. Əgər bu tərəfə getsəydi, onda üzərinə gələcəkdik. Bu şərqə doğru dərəcə artır, qərbə doğru dərəcə azalır. Belə, cavab 60 dərəcə şərq uzunluğu. 27-ci cavabı A variantı. 28-ci suala baxırıq. Qlobusda ekvatorun uzunluğu 80 cm-dir. Qlobusun miqyasını hesablayın. Deməli, ekvatorun həqiqi uzunluğu 40.076 km-dir. Lakin biz ölçmə işlərində 40.000-dən istifadə edəcəyik. Yəni, biz miqyası tapmaq üçün 40.000 kilometri böləcəyik 80-ə. O da edəcək necə? 500. 500 kilometr. İndi nə edəcəyik? 500 də vurarıq 100.000-ə. Çünki miqyası ədədi miqyas şəklində ifadə eləməliyik. 1 bölünsün 500, yanında 5 dənə də 0. Oldu necə? 1 bölünsün 50 milyon. Bəli, həqiqətən də 1 bölünsün 50 milyondur. 28-ci cavabı Y variantıdır. 29-cu suala baxırıq. Xəritədə 0 dərəcəlik meridianın uzunluğu 50 sm-dir. Xəritənin miqyasını təyin edin. Biz bilirik ki, hər bir meridianın uzunluğu 20.000 kilometrdir. Yəni, həqiqi uzunluqdan danışırıq. Miqyası tapmaq üçün yenə nə edəcəyik? Həqiqi uzunluğu, yəni 20.000 kilometri böləcəyik neçəyə? Xəritədəki uzunluq 50 sm-dir. Bölünsün 50 sm. O da olacaq 400 kilometr. Yenə 400 kilometrdə 100.000-ə vuranda ədədi miqyas şəklində ifadə edirik. 1 bölünsün 40 milyon olacaq. 29-cu cavabı da C variantıdır. 30-cu suala baxırıq. Kompleks xəritələr adlanır. Kompleks xəritələr qarşılıqlı əlaqədə olan bir neçə komponentin təsir olunduğu xəritələrdir. Yəni, cavab A variantıdır. Başqa izahata ehtiyac yoxdur. Elə bu belə tərifi belədir. Ona görə digərlərinə heç baxmırıq. 30-cu cavabı A variantıdır. Belə, bugünlük bu qədər. Hər birinizə uğurlar arzu edirəm. Dəyərli abituriyentlər, MİQ-ə hazırlaşan müəllimlər. Sizdən xahişim odur ki, kanala abunə olun, videolarımızı daha çox insanlar görsün, daha çox insanlar faydalansın. Əgər bəyəndinizsə, əgər bu video sizin üçün həqiqətən faydalı oldusa, bəyən butonuna basmağı da unutmayın. Hər birinizə təşəkkür edirəm. Allah elminizi artırsın. Sağ olun.